İnsan onların arasında yaşayır, onlara qarışır və onları öz vətəndaşı kimi hiss eləyir, oranın vətəndaşı kimi hiss eləyir və vətəndaş sevgisi yaranır onda, dostluq yaranır və kafirlərin sayını artırır, pasportlarını alır, onların qanunlarına imza çəkir. Ailəsi, uşaqları orada böyüyür, doğulur, tərbiyələnir. Onların əxlaqına təsir edirlər, dinlərinə təsir edirlər. Bugün sənə təsir eləməsələr də, sən namazını qırsan, orucunu tutsan, sən uşaqların onların məktəblərində oxuyur, onların dərslərini öyrənir, onların küfürlərini görür, əxlaqsızlarını görür. Sən özünə əmin olsan da evladlarına əmin ola bilirsənmi ey əziz qardaşım? Kafir ölkəsində yaşayan əziz qardaşım. Ola bilsin ki, onları əqidəsində, ibadətlərində də təqlid edir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləmdən gəlib ki, müşriklə bir yerdə olarsa və onlarla bir yerdə yaşayarsa, o da onun mislindədir. Hədisə Şeyx Albani səhih deyir. Yəni, kafirlərlə bir yerdə yaşamaq onlara qarışmağa gətirib çıxardır. Və eləcə də Qeys bin Həzimdən gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Cərir bin Abdullah radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən kafirlərin, müşriklərin arasında yaşayan bütün müsəlmanlardan uzağam. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən kafirlərin arasında yaşayan bütün müsəlmanlardan uzağam. Müşriklərin arasında yaşayan bütün müsəlmanlardan uzağam. Deyirlər ki, niyə ey Allahın elçisi? Deyir ki, çünki onların odu bir-birini görməz. Küfr evi ilə İslam evi ayrı olmalıdır. Küfr evi ilə İslam evi ayrı olmalıdır. Hədis də səhihdir.